Klassik irsimizdən rubrikasının bugünkü qəhrəmanı Üzeyir bəy Hacıbəylidir. Üzeyir bəyə silsilə verilişlər, silsilə buraxılışlar lazımdır. O qədər onun yaradıcılığı çox şaxəli, çox əhatəli olduğuna görə həm böyük bəstəkarımızdır, həm musiqi peyğəmbərimizdir, həm yazıçımızdır, publisistimizdir, yəni ictimai xadimdir, hər tərəflidir. Və ən əsası odur ki, Üzeyir bəy bizim həyatımızda bir hadisədir. Yəni ona şək şübhə yoxdur. Yəni ona anlatmaq üçün, onun böyüklüyünü, nəhəngliyini anlatmaq üçün heç bir fakta, arqumentə ehtiyac yoxdur. Bəzən söhbət əsnasında bizim klassik irsimizi, bizim qəsidə ədəbiyyatımızı, mərsiyələri, nöfələri, minacatları, bu kimi ədəbiyyatımızı, ağılarımızı geridə qalmışlıq nümunəsi kimi, belə də cəhalət nümunəsi kimi belə təqdim eləmək istəyən zümrə yetişib. Mən onlarla söhbət əsnasında deyirəm ki, qardaş, bu Üzeyir bəy Hacıbəyliyə şübhə yoxdur ki, yəni Üzeyir bəy Hacıbəylinin böyüklüyünə heç bir şək gətirmirsən ki, deyir, yox, Üzeyir bəy böyük şəxsiyyəti və s. Deyirəm ki, Üzeyir bəy Hacıbəyli bizim o imam məhəbbətini və s. bunların hamısını kənara qoyuram. Bu mərsiyələrdən, əzadarlıqlardan, ondan sonra təziyə məclislərindən, növfələrdən geninə boluna istifadə eləmiş bir insandır. Bəhrələnmiş, faydalanmış bir insandır. O məclislərdə dəfələrlə iştirak edib. Üzeyir bəy Herodot dövründə yaşamayıb da, 48-ci ildə dünyasını dəyişib və onu görən insanlardan hələ sağ adamlar hələ də qalır. Onların xatirələri var və s. Hətta Üzeyir bəyin özünün yazıları var bu haqda. Bunu da qoyuram bir kənara. Bir nümunə gətirəm, hərçənd onlarla gətirə bilərəm. Leyli və Məcnun, yəni Füzulinin eyni adlı poeması əsasında Üzeyir bəyin bəstələdiyi Leyli Məcnun operası, muğam operası şərqdə də ilk operamızdır. Təsəvvür edin, orada bir səhnəni gətirirəm, nümunə kimi. Leyli və Məcnunun görüş səhnəsi var, həmin səhnədə belə oxunur. Mənim səsim yoxdur, avazım da yoxdur, ona görə qüsura baxmayın deyirəm. Ancaq bunu mütləq izah eləmək üçün oxumalıyam. Ah eylədiyim sərvi xuramanın üçündür, qan ağladığım gönçeyi xəndanın üçündür. Sərgəşdəliyim kakil mişkinin ucundan, aşüftəliyim zülfü pərişanın üçündür. Aşüftəliyim zülfü pərişanın üçündür. İndi Üzeyir bəy bunu hardan götürüb? Ritminə, intonasiyasına, nöqtəsinə, virgülünə, hətta şeirin hecasına kimi, yəni qəsidədə yazılmış, 14-lükdə yazılıb, həmin hecaya qədər Üzeyir bəy bunu götürüb, bizim müqtədir sənətkarımız, böyük şairimiz Əbülhəsən Racinin Təbrizli balasının növfələri, mərsiyələri var. İmam Hüseyin əleyhissalamın oğlu Əli Əkbərin şəhadətinə ithaf elədiyi növfədən eyni ilə o cür götürüb və bu növfədə 170 ildir, 180 ildir ifa edilir ki, biz də uşaq vaxtı bunu oxumuşuq. Aləm niyə bəs olmadı viran Əli Əkbər, aləm niyə bəs olmadı viran Əli Əkbər, o gün ki səni saldılar atdan Əli Əkbər. İndi Üzeyir bəyə baxaq. Ah eylədiyim sərvi xuramanın üçündür, qan ağladığım gönçeyi xəndanın üçündür. İndi raciyə baxaq. Aləm niyə bəs olmadı viran Əli Əkbər, o gün ki səni saldılar atdan Əli Əkbər. Yəni, necə var o cür götürüb. Əgər bu yaxşı şey olmasaydı, bu insanları irəli aparmasaydı, bundan bəhrələnərdimi Üzeyir bəy? Yəni, Üzeyir bəy bizim üçün bir ülgüdür, bir meyardır. Gəlin xəzinəmizə qarşı çıxmayaq, klassik irsimizi qoruyaq. Yəni, klassik irsə xor baxmaq, bu mərsiyələrə, növfələrə xor baxmaq
Elə bir ki, Füzuliyə xor baxırsan. Yəni Füzuli yazıb da lövhələr, mərsiyyələr. Elə bir ki, Nəsimiyə xor baxırsan. Nəsimi yazıb. Həbibiyə xor baxırsan. Həbibi yazıb. Xətaiyə xor baxırsan. Xətai yazıb. Qasım bəy Zakirə xor baxırsan. Zakir yazıb. Baba bəy Şakirə xor baxırsan. Şakir yazıb. Naciyə xor baxırsan. Naci yazıb. Əbülhəsən Raciyə xor baxırsan. Raci yazıb. Natəvan yazıb. Seyid Əzim yazıb. Sabir yazıb. Zikri Ərdəbili yazıb, Nəşşə yazıb, Didə yazıb, Vahid yazıb, Sərraf yazıb, ondan sonra Bakir yazıb, Şəhriyar yazıb. Qardaş, sən bunların hamısına xor baxırsan da. Onda gələk bunu hamısını götürəsən, bizim ədəbiyyat, Aşıq ədəbiyyatının nümayəndəsi Ozanımız Aşıq Ələsgər Mərsiyə yazıb. Yəni, insan bilmədiyinə düşməndir. Əgər bunları bilmirsənsə, öyrənmək lazımdır. Çünki insan o zaman bilmədiyinə düşmən kəsilir. Elə bilir ki, onun dediyi dünyada etalondur. Klassik ismimizə sahib çıxaq. Bu, aşıq ədəbiyyatı, hecə ədəbiyyatına, bizim əruz ədəbiyyatımız elə ki, iki qanatdır hələsi. Yəni, bir qanatdır, sən kəsib atırsansa, bir qanatla uçmaq olmaz. Yəni, bunların hamısına xor baxmaq olmaz. Bunlara xor baxmaq babasına, nənəsinə, əmisinə, əmi dostusuna, nə bilim, dayısına, dayı dostusuna xor baxmaqdır. Yəni, bunlara sən xor baxırsansa, sən bu məmləkətdə nə işin var? Burada sənin, sən öz babuna, nənünə, dədünə, Füzuli ilə, Nəsimi ilə yola getmirsənsə, sən nə işin var burada? Klassik ismimiz davam edəcək.